Vaxtınız xeyir olsun əziz tamaşaçılar və dəyərli izləyicilərimiz. Hər birinizi İsrail İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə siyasi baxış verişini izləyirsiniz. Əziz tamaşaçılar, 26 iyun Silahlı Qüvvələr günü yaxınlaşır. Azərbaycan ordusunun yaranmasının bu əlamətdar günü təkcə bir tarix deyil, həm də xalqımızın dövlətçilik iradəsinin, güclü orduya sahib olma əzminin təntənəsidir. Bu önəmli gün ərəfəsində biz də verilişimizdə müasir Azərbaycan ordusunun keçdiyi inkişaf yolunu, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğunda tarixi rolu, həmçinin cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən geniş miqyaslı islahatları müzakirə edəcək. Studiyamızın bugünkü qonağı Milli Məclisin deputatı Bəhruz Məhərrəmovdur. Xoş gəlmisiniz Bəhruz müəllim. Hər vaxtınız xeyir olsun. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirik. Bəhruz müəllim, Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi xalqla ordunun mənəvi birliyi güclü bir dövlətin, güclü bir xalqın yaranması deməkdir. Sizcə ümumiyyətlə bu birlik bugün özünü necə göstərir? Bu barədə nə demək istərdiniz? Buyurun. Təşəkkür edirəm. Bilirsiniz ki, bəzi faktlar, bəzi ideyalar və bəzi hədəflər qiymətləndirilməsi üçün real addımlara baxılmalıdır. Ötən dövr ərzində Azərbaycan müstəqillik qazandıqdan sonraki periodda Azərbaycanın ordu quruculuğu prosesinə diqqət etsək, həqiqətən də unikal bir nümunə görmüş olaraq. Bilirsiniz ki, hələ Sovet dövründə Ulu Öndərin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə baxmayaraq ki, Azərbaycan rəsmən ittifaq dövləti idi və Azərbaycanın özünün ordu quruculuğu prosesi barədə danışmağa dəyməzdi. Amma buna baxmayaraq Ulu Öndər böyük uzaqgörənliklə Azərbaycanda ordu quruculuğu prosesi başladı və hələ Sovet dövründə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması bu Azərbaycanda milli hərbi kadrların formalaşması üçün təkan oldu. Eyni zamanda yalnız bununla kifayətlənmədik. Sovet İttifaqı güclü bir держава idi və onun müxtəlif bölgələrində müxtəlif güclü ali hərbi məktəblər var idi. Ulu Öndərin birbaşa rəhbərliyi və özünün ideyası ilə, istər onun Azərbaycana rəhbərlik etdiyi dövrdə, istər də SSR-də Nazirlər Sovetinin sədrinin birinci müavini olduğu dövrdə Azərbaycandan çox saylı kadrlar Sovet ali hərbi məktəblərində çox ciddi şəkildə hərbçi kimi yetişdilər və Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycanın artıq kifayət qədər əsaslı kadr hazırlığı olan bir bazası var idi. Amma buna baxmayaraq o dövrdə ölkəni yaramaz, yarıtmaz bir siyasətin əhatə etməsi, 90-cı illərin əvvəllərində antimilli mövqeyinin hakim olması, idarəçiliyin milli düşüncədə olmaması və mövcud idarəçilərin isə ancaq xəzinəni, büdcəni, mövcud ehtiyatları Heydər Əliyevin 69-87-ci illər ərəfəsində Azərbaycan üçün formalaşdırdığı potensialı talamağa qarışan və hakimiyyət naminə ölkədə torpaqları, milli mənafeləri satan adamların o dövrdə idarəçilikdə olması, bax o hərbçilər ki var idi Ulu Öndərin dövründə yetişən, onları müxtəlif qruplara böldü. Hər bir nazirin bir silahlı dəstəsi oldu, hər bir qruplaşmanın bir ordusu oldu. Nəticə itibarilə Azərbaycan işğala məruz qaldı. Yəni Azərbaycanın kadr potensialı doğru istifadə edilmədiyi üçün insanlar ya hərbidən getdi, ya gedib Rusiyada xidmətlərinə davam etdilər və yaxud da ölkədə alətə çevrildilər hansısa qruplaşmaların. Ulu Öndər belə bir vəziyyətdə yenidən hakimiyyətə gəldikdən sonra açıq şəkildə ideya ortaya qoydu. Birincisi, xalq ordu birliyi yaradılmalıdır. İkincisi, gənclər. O gənclər ki, 90-cı illərdə artıq orduya da inam qalmamışdı və artıq insanlar bilirdilər ki, vahid ordu idarəçiliyi olmadığı üçün xidmətin də vətənə, dövlətə onların gözlədiyi faydası olmayacaq. Və buna görə də Ulu Öndər bax belə bir nizamı dağıtdı. Nəticə itibarilə 60-cı illərdə arzuladığı o formatı gətirdi. Milli ordu quruculuğu başladı. Xüsusən atəşkəs imzalandıqdan sonra ordu quruculuğu üçün yeni bir dövr idi. Mən bir məqamı da deyim, atəşkəsə qədərki dövrdə işğala, təcavüzə məruz qalan Azərbaycan, məğlubiyyətlər yaşayan o zamanki parçalanmış Azərbaycan hərbi dəstələri Ulu Öndərin hakimiyyətə gəldikdən qısa müddət sonra Füzulidə, Cəbrayılın bəzi kəndlərində keçirilən əməliyyatları Horadizə azad etdilər, Cəbrayılın bəzi kəndlərini, Füzulinin bəzi kəndlərini azad etdilər. Yəni, biz ilk qələbələrimizi məhz Ulu Öndərin Ali Baş Komandanlığında qazandıq. Sonraki dövrlərdə Ulu Öndər orduda ciddi islahatlar keçirdi, NATO ilə tərəfdaşlığımız davam etdi, İsrail ilə güclü əlaqələr quruldu, Rusiyanın özü ilə əlaqələr kifayət qədər hərbi sahədə ciddi əlaqələr quruldu. Bizim hərbçilərimiz artıq xaricdə yenidən oxumağa başladılar. NATO ilə fərdi tərəfdaşlıq planı və s. ən azı bir neçə plan həyata keçirildi. Sülh naminə tərəfdaşlıq planı eyni zamanda. Daha sonraki dövrdə ordu quruculuğunun ideoloji əsasları kifayət qədər ciddi əsaslarda inkişaf etdi. Azərbaycan gəlincə artıq Azərbaycan ordusunda
xidmət etməyin qürurunu yaşamağa başladı. Azərbaycan ordusu və Azərbaycan xalqı arasında birlik, vəhdət təmin olundu və sevindirici haldır ki, Ulu Öndərin siyasi kursu, o cümlədən ordu quruculuğuna baxışı Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyev tərəfindən də davam etdirildi və nələrə nail olduq artıq bu sözün əsl mənasında tariximizin qızıl səhifəsidir. Buna bağlı sualım olacaqdı. Sizin qeyd etdiyiniz məsələlərə daha geniş bir aspektə baxsaq, müstəqilliyini itirmək üzrə olan bir dövlət, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki atdığı addımlarla belə desək, Azərbaycan bir zəfərdə bir dönüş nöqtəsi yaratdı. Bəs bu arada təəssüratlarınız necədir? Bilirsiniz, ordunun gücünün göstəricisi onun silahlarının sayı, əskərlərinin sayı və yaxud da ki, milli ruh, döyüşkən ruh, məsələn, ayrı-ayrı ölkələrdə bəzi hallarda sorğular keçirirlər, hamı deyir, ölkəm üçün ölməyə hazıram, amma real əməliyyatlar, real nəticə olmadıqda bu barədə danışılanlar, deyilənlər pafos və yaxud boş statistikadır. Azərbaycanın Vətən müharibəsinə qədər ki, dövrdə isə Tovuz döyüşləri, ondan əvvəlki dövrlərdə Günnüt əməliyyatı, ondan öncəki aprel döyüşləri, bunlar hamısı və xüsusən də təbii ki, bu proseslərin şah əsəri Vətən müharibəsidir və eyni zamanda sözün əsl mənasında zərgər dəqiqliyi ilə, dünya hərb əməliyyatında zərgər dəqiqliyi ilə tarixə düşən bizim antiterror tədbirlərimizdir. Bunlar göstərdi ki, Azərbaycan ordusu nəyə qadirdir? Əlbəttə ki, Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanı uğrunda sözün əsl mənasında özünü ölümə verməyə hazır olan gənclərdən ibarət, yetişmiş o hərbi, sözün əsl mənasında ürəyi vətənlə döyünən əsl hərbçilərdən ibarət bir sistem halına düşmüşdü və Azərbaycan ordusunun nələrə qadir olduğunu dünya gördü. Bir vaxtlar Azərbaycan ordusu deyəndə parçalanmış güclər önünə gəlirsə, bugün Azərbaycan ordusu deyəndə ən azı və ən pis halda dünyanın ilk 50 güclü dövlətinin ordusu siyahısında biz öz adımızı axtarırıq. Təbii ki, bu özü də ciddi suallar doğurur. O siyahıda, müəyyən olunan siyahıda elə dövlətlər bizdən irəlidə verilib ki, doğrudan da insanın bəzən gülməyə gəlir. İstənilən Azərbaycan ordusu ən pis halda bugün ilk 30-luqda olan çox güclü ordulardan biridir. Ortada ciddi nəticələr var. Ulu Öndər, mən dediyim kimi, həmişə arzu edirdi ki, biz xalq ordu birliyinə nail olmalıyıq. Biz gənclərin hərbi xidmətə həvəsləndirilməsi, vətənpərvər ruhunda yetişməsi istiqamətində, xüsusən orduda xidmət etməyə lazımlı bir istiqamət kimi baxmasına nail olmalıyıq deyirdi. Müzəffər Ali Baş Komandanımız buna tam mənada nail oldu. Bugün hər bir Azərbaycan vətəndaşı ordu ilə bağının olmasını istəyir. Vətən müharibəsi dövründə, antiterror tədbirləri dövründə ordu ilə əlaqəsi olmayan ümumiyyətlə, yaşlı adamlar, bizim yaşlı nənələrimiz, babalarımız belə ordu üçün cəbhəyə gedən o dəstələr, hərbi kolonlar gedərkən görürdünüz onlar yolların kənarında necə öz duaları ilə, evindəki bir tikə ərzağı ilə necə ordunun yanında olmaq istəyirdi. Baxmayaraq ki, Azərbaycan ordusu tam təhciz olunmuş, tam şəkildə, ali şəkildə sözün əsl mənasında nəzarətdə olan bu proseslər ehtiyac duymayan əlavə yardımlara bir ordudur. Amma Azərbaycan xalqı, bax, Ulu Öndərin, Müzəffər Ali Baş Komandanımızın eyni zamanda Ulu Öndər siyasi kursuna əsaslanaraq həyata keçirdiyi siyasət nəticəsində artıq biz xalq ordu birliyinə nail olmuşuq və bu da bizi qələbələrdən qələbəyə aparmaqdadır. Bəruz müəllim, Ulu Öndər Heydər Əliyevin ideyalarını cənab Prezident İlham Əliyev beləcə balanslaşdırılmış xarici siyasət kursu nəticəsində çox uğurla davam etdirir. Bəs cənab Prezident İlham Əliyevin bu ümumi ordu quruculuq sahəsində islahatları barədə nə demək istərdiniz? Hansı islahatlar həyata keçirilir? Bilirsiniz, islahatlar kifayət qədər çox şaxəlidir. Müasir dövrdə orduya sahib olmaq bu özlüyündə müstəqil iradənin göstəricilərindən biridir. Çünki hər bir dövlət istədiyi orduya, istədiyi silaha sahib ola bilmir. Burada bir mənalı şəkildə cənab İlham Əliyevin şəxsi, personası önə çıxır. Bugün bir çox dövlətlər silah istehsal eləyir və amma hamı o silahı ala bilirmi? Söhbət maddiyyatdan getmir. Söhbət o silahı satırlarmı? Cənab İlham Əliyev Azərbaycanın, yalnız Azərbaycan rəhbəri kimi yox, bütövlükdə bir sıra iri beynəlxalq təsisatlarda özünü doğrulmuş qlobal miqyaslı lider kimi, həmçinin qlobal nüfuza malik şəxs kimi arzuladığımız istənilən ölkələrdən o silahların Azərbaycana təhciz olunmasına bir mənalı şəkildə nail olub. Məsələn, İsrail bugün çox az dövlətlərə silah satır. Onlardan biri məhz Azərbaycandır. Təbii ki, bizim üçün heç kim heç nə bağışlamır. Biz hər bir aldığımız silahın hər bir qəpiyinə qədər pulunu ödəyirik. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, neft, eyni zamanda digər gəlirlərin doğru şəkildə yerləşdirilməsi və bölüşdürülməsi bizə o imkanları yaradıb ki, müasir müdafiə sənayesini qura bilək.
İkincisi, təbii ki, islahatlar deyirsiniz. Kadr islahatları ilə bağlı ordu strukturlaşması tamamilə yenilənmişdir. Biz o qənaətdə deyilik ki, əvvəlki dövrdə ordumuzun strukturu uyğunsuz idi. Yox, sadəcə hər dövrün bir tələbi var. Məsələn, müəyyən bir kadr dəyişikliyi. Burada yalnız kadr dəyişikliyi yox, eyni zamanda ordunun özünün strukturunda dəyişikliklər, korpusların sayı ilə bağlı, məsələn, əvvəllər ölkəmizin içinə doğru az qala bir erməni hərbiçiləri gəlib irəliləyib oturub baza qurmuşlar. Qarabağ, Şərqi Zəngəzur. Amma bugün yalnız bizim ordumuz artıq konkret özümüzün arzu etdiyimiz, öz iradəmizdən asılı olan şəkildə dislokasiya olunub. Yəni şərti sərhədlərimiz istiqamətində. Eyni zamanda Azərbaycanda bilirsiniz ki, artıq hərbi kolleclər yaradıldı. Müvafiq olaraq ali hərbi təhsil müəssisələrinin iyerarxiyası müəyyənləşdirildi. Və bütün bunlar təbii ki, islahatların mühüm hissəsidir. Həmçinin qoşun növləri istiqamətində ciddi islahatlar aparıldı və komando məktəbləri yaradıldı, komando birlikləri yaradıldı. Bununla bağlı suallarım olacaqdır. Komando məktəbləri və briqadarları. Bəs bu barədə nə demək istəyirsiniz? Əlbəttə, bu Azərbaycan ordusunun artıq elit bir formatının yaradılması deməkdir. Artıq Azərbaycan ordusu əvvəlki enerji, əvvəlki maliyyə vəsaiti xərcləməklə daha ciddi nəticələrə, daha möhkəm ordu quruculuğuna nail olur və bu əlbəttə ki, Azərbaycan prezidentinin Müzəffər Ali Başkomandan kimi Azərbaycan xalqına, dövlətçiliyinə verdiyi ən böyük töhfələrdən biridir. Bugün Azərbaycan ordusunun, Azərbaycan komandosunun adı gələndə bizi istəməyən, bölgədə güclənməyimizi arzulamayan güclər, tərəflər, subyektlər artıq tir-tir əsir. Bugün bax belə bir vəziyyətə nail olmuşuq, elə bir vəziyyət ki, artıq bizimlə hesablaşırlar. Bəli, Azərbaycanın güclü, balanslaşdırılmış xarici siyasət kursu var. Amma eyni zamanda bu xarici siyasət kursu həm də güclü dövlət tərəfindən, güclü orduya malik dövlət tərəfindən həyata keçiriləndə bu tamamilə başqa effekt verir. Azərbaycan prezidenti bugün Azərbaycanı Cənubi Qafqazın nəinki siyasi istiqamətlərə diktə edən liderdir, həm də güc mərkəzinə çevirə bilib və təbii ki, Azərbaycan xalqı da bunun fərqindədir və Azərbaycan xalqı Azərbaycanın güclü olmasını, gücün davam etməsini arzulayır. Bunun isə bir şərti var. Yalnız və yalnız cənab İlham Əliyevin siyasi kursu, ulu öndərimizin siyasi kursuna əsaslanan siyasi kursu bir mənalı şəkildə davam etməlidir. Cənab İlham Əliyev Azərbaycanın gücünün, güclü ordusunun qarantorudur və Azərbaycan xalqı da bunu çox yaxşı dərk edir. Bəhruz müəllim, Zəfər paradı təkcə bir qələbənin yox, həmçinin Azərbaycan və Türkiyə arasındakı ümumi qardaşlığın münasibəti idi. Bəs buna ümumi sizin təəssüratınız necədir? Dünyada çox az dövlətlər var ki, zəfər paradı, sözün əsl mənasında zəfər paradını keçirsin. Bəli, elə bir dövlət yox ki, onun müəyyən hərbi bayramı olmasın, ordu quruculuğu günü olmasın və s. Amma real qələbə qazanmış və real qələbəsini zəfər paradında qeyd edən çox az saylı dövlət var. Məsələn, ətrafımızda belə dövlət yoxdur. Belə olan halda əlbəttə ki, zəfər paradı Azərbaycan tarixinin qızıl səhifələrindən və möhtərəm cənab prezidentinin şah əsərlərindən biridir. Həmçinin bizə regiona və dünyaya da bir mesaj verir bu qardaşlığın. Bir məna bilirsiniz, zəfər artıq qələbənin elan olunması, zəfər artıq triumfdur. Bu qələbənin, bu gücün davamlılığının elan olunmasıdır və Azərbaycanın bu prosesdə də yanında olan dostları, qardaşları var. Bir daha deyirik, biz heç kimdən birmənalı hərbi dəstək almamışıq. Biz aldığımız silahları, dəstəyi hər birinin son qəpiyinə qədər pulunu ödəmişik. Amma siyasi dəstək ki var, hansı ki o siyasi dəstəyi Azərbaycan da verir, eyni zamanda qardaşlarından Azərbaycan da alır. Məsələn, Türk-Azərbaycan tandemi sözün əsl mənasında unikal bir nümunədir, unikal bir istiqamətdir. Türkiyə ilk gündən Azərbaycanın yanında olub. Pakistan eyni zamanda ilk gündən Azərbaycanın yanında olub. Sadəcə bir məqam var. Burada lider amili çox vacibdir. Çünki Azərbaycan və Türkiyənin 90-cı illərin əvvəllərindəki münasibətləri, məsələn, bugünkü münasibətlərlə heç bir halda nə uyuşmur, nə müqayisə oluna bilməz. Deməli, bugünkü münasibətlərin təməlində ulu öndər siyasəti və möhtərəm cənab prezidentin özünün müəyyən etdiyi kurs dayanır. Və elə bilirsiniz ki, bugünlərdə də elə dünən də Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışı göstərdi ki, Azərbaycan da ən çətin, dar gündə, gözlənilmədiyi anda qardaşının yanındadır, Türkiyənin yanındadır və biz yalnız bəyanatlarla, sözlərlə yox, 100 milyondan çox biz ora pul xərclədik, insanlarımız ürək qoydu, can qoydu, dövlətimiz ora sözün əsl mənasında böyük bir ciddi dəstək qoydu. Bəli,
bu əlbəttə ki, qardaşlıq nümunəsidir və Zəfər paradında da təbii ki, Türkiyə və Azərbaycan liderlərinin yanaşı olması çox ciddi mesajı idi və göstərdi ki, bizim qələbəmiz, eyni zamanda Türkiyə-Azərbaycan tandemi yalnız bu bölgənin yox, bütövlükdə dünyada sülhə, sabitliyə ciddi qanatlardan biri kimi çıxış etməkdədir. Bəhruz müəllim, Azərbaycanın güclü ordu siyasətini təkcə belə güclü ordu deməyək, yəni bütün islahatları sosial, iqtisadi, siyasi və s. bunu həzm edə bilməyən qüvvələr var. Bəs onlara hansı belə ifadələr və sözləri demək istərdiniz? Bilirsiniz, əgər biz təqribən 7-8 il əvvəl biz bunu həmçinin 44 gün Vətən müharibəsinə şahid olduq. Fransa, Hindistan, Yunanistan kimi digər ölkələr. Bilirsiniz, əgər biz bu barədə 7-8 il əvvəl danışsaydıq və yaxud elə çox uzağa getməyək 5 il, yarım 6 il əvvəl danışsaydıq, bu barədə narahatlıqlar yaşamalıyıq, düşünməliydik narahat. Amma çünki o zaman Azərbaycan ərazisində Azərbaycanın təsir uşaqları mövcud idi. İşğalda idi ərazilərimiz, separatizm ocağı var idi bu bölgədə. Amma bugün Azərbaycanın ərazisində heç bir separatizm ocağı yoxdur. Azərbaycan prezidenti unikal, yenə deyirəm, unikal nümunə sözünü bugün bir neçə dəfə işlətdim, amma sözün əsl mənasında ifadə ediləcək sözdür bu. Azərbaycan prezidenti elə bir nümunə yaradıb ki, artıq biz separatizmə son qoymuşuq, işğala son qoymuşuq və belə bir halda əlbəttə tam yeni bir konfiqurasiyadan biz danışmalıyıq, tam yeni bir konfiqurasiya formalaşıb. Və belə bizim üzərimizdə təsir uşaqları, siyasi iradəmiz üzərində bir iradə olmadığına görə artıq kiminsə bizim qələbələrimizi, kiminsə Müzəffər Ali Baş Komandanımızın yaratdığı geosiyasi konfiqurasiyanı yaradıb, yaratmamasından asılı olmayaraq və bir daha deyirəm, bizim bu yaratdığımız formata kimin nə deyib deməsindən asılı olmayaraq artıq bölgədə heç nə dəyişməyəcək. Bu bölgənin iradə sahibi bizik, bu bölgənin iradə sahibi Cənab İlham Əliyevdir və Xalq Ordu Birliyi, Xalq Hakimiyyət Birliyi, bütün bunlar bölgənin, Azərbaycan xalqının və bütövlükdə bölgənin maraq və mənafələrini ifadə edən bu konfiqurasiyanı qorumağa, saxlamağa imkan verəcək. Çox sağ olun Bəhruz müəllim. Siz sağ olun. Görüşünüz üçün təşəkkür edirik. Sağ olun. Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verilişimizin sonuna gəldik. Nəzərinizə çatdırmaq istərdim ki, studiyamızın bugünkü qonağı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov idi. Gələn görüşlərə.